Uyğunluğu müəyyən edin. Xeyli az saylarından sonra gələn isim cəmdə işlənir. Xeyr, yanlış fikirdir. Deməli, xeyli və az saylarından sonra gələn isimlər yalnız təkdə ola bilərlər. Bir sıra bir çoxdan sonra gələn isim həm tək, həm cəm. Bu da yanlış fikirdir. Çünki yalnız cəmdə ola bilərlər. Kəsr sayları sadə olur. Xeyr, kəsr sayları yalnız quruluşca mürəkkəb olur. Yanlış fikirdir. Ona görə də burada uyğunluq olaraq 3-ü seçirik. 15-ci sayı düzəltmədir, yanlış fikirdir. Çünki 15-ci sözü iki sözdən ibarətdir, mürəkkəbdir. Say yalnız saydan yaranır, yanlışdır. Çünki saylardan bəziləri var ki, dörd dənəsi istisnadır. Onlar başqantik hissəsindən yaranıb. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Deməli, doğru uyğunluğumuz olacaq sadəcə 3. Yanlış fikrin qarşısına yanlış yazıldığına görə cavabımız elə 3 olacaq.